müharibə ilə bağlı məşhur bir fikir var. Deyirlər, müharibə qan qumarıdır. Yəni, qumar bilirsiniz də, qumarda insanlar nələri uduzur. Müharibə qan qumarıdır. Burada qanı qoyurlar masaya. Belə vəziyyətlərdə bu, indi bayaq dedim, bu axmaqlar anlamalıdır ki, Əbülfəz Elçibəy nə qədər böyük adamıdır. Əbülfəz Elçibəy o vətəndaş müharibəsi düşməsin deyə, ölkəni bərbad günə qoymasınlar deyə görürsünüz, hakimiyyətdən çəkildi. Misal üçün, bunu əvvəl Trump nə deyirdi? Dedi ki, hakimiyyəti dəyişmək istəyirik. Bu hakimiyyət, İran hakimiyyəti, İran xalqının düşünən olsaydı, qayğısına qalan olsaydı, çəkilərdi, bu proseslərdə getməzdi. Və yaxud Liviyada, və yaxud İraqda, Suriyada, deməli, Əbülfəz Elçibəyin böyüklüyü, o əməlinin yararlılığı indi üzə çıxır. Bu tərəfi gələk, deməli, İran kimlə, daha doğrusu Amerika kimlə danışıq aparır? Buna siyasətdə kökə və kötək siyasəti deyirlər. Yəni, bir tərəfdən vurur, bir tərəfdən kökə verir, deyək ki, qida verir. İran əvvəldən bu güzəştlərə gedirdi. Amerika isə o güzəştlərlə yetinmirdi. O güzəştlər Amerikaya bəs eləmirdi. İndi biz izləyicilərə görə deməliydik ki, Amerika qələt eləyir, Trump qələt eləyir, İran onu məhv eləyər. İnən böyük sabah Vaşinqtonu tutacaq. Bunu deməliyik biz izləyicilər üçün. Amma məsələ biraz fərqlidir. Təsəvvür eləyin, İran İsrailə bir 10 dənə, 20 dənə raket vurub, deyirik İsrail dağıldı. Amma bir aydır İsrail ilə Amerika İranı vurub, hələ də deyirik İran qalibdir. Biz nə demək istəyirik? Və yaxud başqa bir şey deyim. Baxın, deməli, İranın rəsmi məlumatına görə 28 gündə Amerikanın və İsrailin bombardımanı nəticəsində ölən hərbiçilərin və dinc əhalinin cəmi sayı 1900 nəfərdir. Bir nəfər də olsa dinc adamın ölməsi bizə lazımdır, dəhşətdir. Bu da qala uşaq olar. Bir nəfər niyə ölməlidir? Amma qan qumarı oynayanlar üçün o adamlar heç nədir. İndi təsəvvür edin, 28 gündə İsraillə Amerikanın bircə bombardımanı nəticəsində ölənlərin sayı 1900 nəfərdir. Yadınızdadır o devalvasiya qiymətlərinin qalxması İranda. İranın rəsmi verdiyi məlumata görə 3500 nəfər öldü o bir ay müddətində. Hansı çoxdur? Əlbəttə ikinci də olur. Deməli, 2 qat çoxdur. Amma qeyri-rəsmi məlumatlar 20-30 min idi. İndi burada o İranı müdafiə edənlər bir düşünsün. Amerika İran vurdu, 2000 nəfər öldü. Bunlar özləri Amerikadan, İrandan betər bu milləti məhv elədi, qətlə yetirdi. Nə qədər uşaqları atasız, anasız qoydular. Biz biraz fərqli düşünək. Fərqli, yəni biz nə istəyirik? Biz İranı sevirik deyən aldatmalıyıq cəmiyyəti. Məşhur bir sözümüz var, deyir, uşağın əzizdir, tərbiyəsi ondan da əzizdir. Biz cəmaatı aldatmaqla cəmaata xeyir eləmirik. İran çox ağır gündədir və İran bütün gücünü qoyub 2 şeyin üstündə. Bir daxili auditoriyada onun zəifliyi görünməsin. Yəni rejimin, rəhbərliyin zəifliyi görünməsin. Çünki rəhbərliyi görünən kimi cəmaat qalxacaq, ayağa çevirəcək. Bir, onu istəmir. Bir də getdiyi razılaşmalarda, apardığı danışıqlarda getdiyi güzəştlərin, elədiyi güzəştlər daxili auditoriyaya çox görünməsin ki, özünü sınmış göstərməsin. Yoxsa İran çoxdan bitib. İndi nə edəcək İran? İran nə edəcək? Dediyim kimi, Vaşinqton tutacaq. Sadəcə, Trump, mən sizin kanalda dəfələrlə demişim, Amerikanı Trump idarə eləmir. Və bu müharibədə də Trump bir icraçı direktordur.
Ona tapşırılan yerinə yetir. Bəli, qutardı getdi. O böyük güclər ki var arxada, 50 dəfə demişik, o böyük Orta Doğu proyekti qoy adını, nə bilim adını nə qoyursan qoy. Bu proyektdə 50 ilə yaxında pul töküblər. Onlar o proyekti yarı-yarımçıq saxlamazlar. Və gəlirəm üçüncü bir tərəfdən, yenə məşhur bir söz var. Deyir ki, hər böhran bir fürsətdir. Bu müharibələr bəzi dövlətlər üçün bir fürsətə, bəzi xalqlar üçün bir fürsətə çevrilməlidir. Amma niyə çevrilmir? Baxın, biz bəzən belə çox qəribə cəmiyyətimizə, auditoriyamız bizi sıxır, bizim o aydınlarımızda o baskıya tab gətirənmir. Bir də görsən 180 dərəcə fikrin dəyişir. Biz hər zaman deyirdik ki, 21-ci yüzyıl Türk yüzyılıdır, Türk əsridir. Bax, görürsünüz, Türk dövlətləri müstəqilləşdi, Türkiyədə artıq fərqli bir inkişaf başlayıb, Qazaxıstanda fərqli bir inkişaf başlayıb. İran məsələsi sadəcə İran məsələsi deyil, həm də bütöv Azərbaycan Turan məsələsi deyil. İndi hamısını bir-birindən məzburuq calayırıq. Bu böhrandan türklər istifadə edə bilmir, türk dövlətləri. Çünki o dövlətləri idarə eləyənlər milli deyil, onların hədəfi milli deyil. Onlar deyək ki, proqramı yoxdur. Mən 50 dəfə deyirdim ki, bizim hakimiyyətin proqramı yoxdur. Dünən Mehriban xanımın bir çıxışına qulaq asıram. Mehriban xanım deyir ki, biz bu məsələlərlə bağlı proqram hazırlamalıyıq. Yəni, türk dövlətlərinin proqramları yoxdur ki, belə bir vəziyyətdə biz nələri eləyəcəyik. İndi bu böhrandan, bu fürsətdən türk dövlətləri talih üzümüzə gülüb. Talih türk dövlətlərini önəmli hala gətirib. Birini deyək ki, dəhlizinə görə, birini deyək ki, geostrateji mövqeyinə görə, bir digərini deyək ki, misal üçün Türkiyə siyasi hərbi durumuna görə, Qazaxıstan başqa səbəblərə görə talih bizim üzümüzə gülüb, bizləri önəmli vəziyyətə gətirib. Biz bunlardan istifadə eləməliyik. Bu, İran bitib. Aydın, indi burada sizə suallar ünvanlayırlar. Məsələn üçün Nazir Həsənli, Nəzirə Həsənli yazır ki, qız çocuklarının günahı nə idi bu barədə danışın, haqqı dəstəkləyirsinizsə. Söhbət əlbəttə 28 fevralda vurulan o məktəb binasından gedir və bunu irad bildirirlər, tutublar bizə və deyirlər ki, bəli, yəni ki, onların günahı nə idi? Belə haqlı görünmür məslində. Belə baxanın deyirik də ki, yəni İrandakı rejim, o teokratik rejimi dəfələrlə bizim efirlərdə müzakirə etmişik. Biz də bilirik ki, İran rejimi yaratmaz rejimdir. Əhali bunun altını uzun illərdir çəkir, az qala 50 ilə yaxındır. Amma eyni zamanda da bir sual da var ki, yaxşı çəkir, o əhali öz hökuməti ilə özü anlaşsın, kim istəyir onu gətirsin hakimiyyətə. Amerika burada nə gəzir? Bax, bu sual, Amerikanın qarnının ağrısı nədir? Mən bayaq dedim ki, şakaya neft lazımdır, yaxşı yazıblar. Yəni, Amerikanın burada okyanı adlayıb da burada nə işi var, ay Bünyamin müəllim? Birincisi, xanımın sualına cavab vereyim. Biz axı dedik, bir nəfər dinc əhalinin də ölməsi qəbul olunmazdı, yol verilməzdi. Kim dedi ki, onlar düz eləyib? Və onun ardınca mən dedim ki, Əbülfəz Elçibəyin addımları burada özünü göstərir. Bu hakimiyyət bəlkə də Amerikanın gücünü bilir. Bu hakimiyyət bizdən yaxşı bilir. İran hakimiyyəti, İran rejimi Amerikanın gücünü bizdən yaxşı bilir. Çünki onların əlində kəşfiyyat məlumatları var. Onlar Amerikanın gücünü bilib. Bəlkə də islahata geçsəydilər, bəlkə də deyək ki, fərqli addımlar atsaydılar, o uşaqlar da dünyasını dəyişməyəcəkdi. Digər uşaqlar atasız, anasız qalmayacaqdı, yetim qalmayacaqdı. İndi bu rejim, mən bayaq dedim, Amerika günahkardır dinc əhalinin ölümünə görə. İsrail günahkardır dinc əhalinin ölümünə görə. Amma Amerika ilə İsrailin bir ayda öldürdüyü 1900 nəfərdir. İran rejiminin özünün İran əhalisindən bir ayda öldürdüyü özünün verdiyi 3500 nəfərdir. Məhsə əmini qadın hüquqlarında
təxminən 50 min, 60 min adam öldürdü rejim. Nə qədər edamlar elədi. Bilirsiniz, Amerika günahkardır, İsrail günahkardır. O mullanın evinə oğru giri deyirlər, molla pulu bək saxlayardın. Yəni bu İran rejiminin günahını heç kəs qəbul eləmək istəmir. İran rejimi Amerikanı özü dəvət elədi. Apardığı o Trump nə deyirdi? Dedi ki, o çıxışlarda həbs elədikləri edam eləmə. Eləsən mən sənə ağır cavab verəcəyim. Amma edam elədi. Deməli, İran özü dəvət elədi də Amerikanı. Bu cür rejimlərin ayaqda qalması üçün, bu cür rejimlərin fəaliyyətini göstərmək üçün mütləq ona düşmənlər lazımdır. Əsasən də xarici düşmənlər. Xarici düşmən olanda əhalini öz ətrafında birləşdirmək, o duyğu sömürüsü deyirlər də, ideoloji zəhərlənməklə, nə bilim, milli birliklə, dövlət adı ilə, nəyinsə əhalini müəyyən qədər sustura bilir. İndi gəlirəm konkret ki, Amerika olmasın, əhali özü eləsin. Mən Reaksiya TV-də dedim, Zaur bəy mənə dedi ki, onu hardan almışsınız? Mən sonradan evə qayıdandan sonra həmin videonu göndərdim Zaur bəyə. Deməli, bir tələbə, bir məktəbli daha doğrusu, tələbə yox. Bir məktəbli gedir məktəbdə deyir ki, dolanamırıq, çətinlikdir. Sepah gəlir, o qadın, qızı, uşağı tutur, aparır. Başına nə oyun gətirirlərsə bu ölür. Diqqət eləyin, dəhşətə baxın. Bu uşaq ölür. Anası gedir etiraz eləməyə, atasını da tutub aparırlar. Atasının gözünün qabağında anasına təcavüz eləyirlər. Bu rejimə qarşı əhali necə çıxsın? Bilmiyorum, fikrimi çatdıra bildim. Əhali çıxsın demək asandır. Əvvəllər formal da olsa məhkəmə ilə, məhkəmə qərar verirdi, edam eləyirdilər, bir müddət gözləyirdilər. Amma indiki halda o məhkəmə də yoxdur. Kim səsini çıxardır, yerindəcə gülləliyirlər, deyirlər ki, İsrail vurdu, öldürdü.